Dəyərli izləyicilərimiz, xüsusən də özünə yaşanılmamış, yeni təmirli, yəni təmirdən sonra yaşayış olmamış mənzil axtaranların nəzərinə sizə Xətai rayonunda Neapol dairəsindən 2 dəqiqəlik məsafədə, Neapoldan qardaş Afrodita tərəfə gedən yolun üzərində 9 mərtəbəli binanın hündür, kürsülü 1-ci mərtəbəsində sizə 3 otağa düzəlmə. Gəlin sizə proyekti göstərim. İdeal şəkildə 3 otağa düzəlib. Ev çox böyük evdir. Deməli, baxın, bura evin giriş qapısıdır, seyf qapıdır, internetinə, modelinə qədər artıq qaydasındadır. Deməli, binanın qarşısında avtomobil saxlamağa parkingi, orada uşaq əyləncə parkı var. Yaxınlığında uşaq bağçası, məktəblər qaydasında, radiatorlar qaydasında, aləmi qatdım bir-birinə. Hamısını birdən demək istəyirəm, çatdırmıram. Deməli, hamamsanuzelin aksesuarları hamısı. Havalandırmasına qədər və qoşmamışdım ki, səs eləməsin. Deməli, bura girişdə dolap yığmaq olar, ayaqqabı şkafı, paltar şkafı düzəltmək olar. Bura kiçik uşaq otağıdır. Mənə nəsə olub, dilim qarışıb. Deməli, TV xətlərinə qədər hamısı çəkilib. Radiatorlar qaydasında. Qonaq otağı konkret qəşəydir, idealdır. Ölçüləri də qəşəydir, təmiri də, kondisionerin xəttinə qədər çəkilib. Burada mətbəxdir və döşəməsi istipoldur, qaz xəttinə qədər hamısı çəkilib. Qeyd edim ki, bina qazlı binadır və sayğaclarına qədər hamısı qaydasındadır. Sənəd kupçadır. Kupçada 50 kvadrat qeyd olunsa da evin özü, yəni mən addımladım 65-70 kvadratdır. Burada binanın arxasıdır. Qardaş özü üçün düzəldib belə. Görürsünüz, başqaları hətta biraz qabağa da artırıb. Bəlkə biraz qabağa da artıra bilər. Şimdi bunu özünüz müəyyən eləyərsiniz. Orada su motoru, gidrafonu, pneumatikası qaydasında, elektrik qovşağı qaydasında. Baxın, belə bir mənzilimiz 159.000 manata təklif olunur. Bura qədər işıqlandırması var. Baxın, gördüyünüz kimi işıqlandırması var. 159.000 manata təklif olunur. Yəqin ki, endirim də nəzərdə tutulub. 50 kvadrat kupçadadır, amma evin özü belə 65-70 kvadratdır, kupçalıdır. Sağ olun.